Bu müsahibədə həm bugünkü dünyanın, yəni beynəlxalq həyatın aktual məsələləri, Azərbaycana toxunan uclar və eyni zamanda daxildə bir neçə məsələ var ki, onlarla bağlı çox ciddi deməli yanaşmalar var. Məsələn, tutaq ki, ana dili ilə bağlı çox maraqlı yanaşma var. Çünki prezident elə bir neçə ay bundan əvvəl akademiyanın yubileyində ana dili ilə bağlı, onun işlənməsi ilə bağlı, dilimizin saflığının qorunması ilə bağlı bir çox ciddi məsələlərə toxunmuşdu. Burada da onu belə bir çərçivəni biraz genişləndirdi və bu ana dilinin təmizliyinin, saflığının qorunmasında təkcə televiziyanın, radionun, mətbuatın deyil, hər bir vətəndaşın, hər bir dil daşıyıcısının borcu olduğunu göstərdi. Digər məsələlər əlbəttə bugün ölkədə gedən quruculuq işləri, işğaldan azad olunmuş bölgələrdə aparılan yenidən qurma işləri, insanların ora köçürülməsi, öz yurt yuvalarına qayıtmaları, isti ocaqlarında yenidən həyatlarını qurmaqla bağlı çox maraqlı nöqtələr var. Mənə gəlir ki, burada bir sıra beynəlxalq məsələlərə toxunmanın özü də maraqlıdır. Azərbaycan öz dostlarını və ona dost olmayanları indi daha yaxşı tanıyır və bu atdığı addımlar Azərbaycanı daha qüvvətli eləyir və regionda sözün əsl mənasında söz sahibinə çevirir.